Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində, Savxoz ərazisində Binədə villa tipli bir evin təqdimatını aparacağım. Evimiz 4 otaqlıdır. 218 nömrəli məktəbin arxa asfalt yolundan da 84 nömrəli məktəbin bağçanın asfalt yolundan 50 metr məsafədə sizin üçün paket qubçalı, yəni torpağın da qubçası, evin də qubçası olan 4 otaqlı evin təqdimatını aparacağım. Değerli izləyicilərimiz, həyətində gördüyünüz kimi 2 dənə maşın tam rahat şəkildə daxil olunur. Bura bizim kombi otağıdır, nəzərdə tutulubdur. Təbii ki, gördüyünüz kimi evimiz də qəşəng səliqəli. Küçəmiz genişdir, değerli izləyicilərimiz. Tam küçənin üstündədir. Məktəblə evin arası sizə belə deyim də, değerli izləyicilərimiz, 3 dəqiqə piyadadır, 4 dəqiqə. Evimizin yan tərəfidir. Keçək evin içi ilə də tanış eləyəcəm. Burada qəşəng xudmani belə bir balkondur. Keçirik evin içərisinə. Girişdə belə bir koridorumuzdur. Koridorumuz da istipoldur. Burada sağ tərəfdə bizim belə bir qəşəng qonaq otağımızdır, dəyərli izləyicilərimiz. Lüstruna kimi asılıbdır. Televizor şəbəkəsinə kimi hamısı qoyulubdur. Pərdəliyə kimi asılıbdır. Kondisionerin yerinə kimi elektrikləri çəkilibdir, dəyərli izləyicilərimiz. Keçən indi burada bizim mətbəximizdir. Mətbəximiz də çox qəşəng genişdir, əziz dostlar. Burada da şəbəkə pəncərə, jalüz pərdə də asılıbdır. Sizin üçün göstərə bilərəm. Gördüğünüz kimi pərdəmizə kimi asılıb. Kukla mebelimiz də təzə yığılıbdır. Televizor kabelinə kimi, rozetkasına kimi yerinə qoyulubdur. Keçirik burada bir dənə bir yataq otağıdır. Əziz izləyicilərimiz. Burada bizim ikinci yataq otağımızdır. Yataq qıraqlığıdır, qəşəng. Naçinik qoymaq üçün gözəl yer fikirləşilibdir. Qiyməti çox münasib qiymətə deyilir. İstipoldur, yəni koridorumuz da istipoldur. Mətbəxin də polu istipoldur, dəyərli izləyicilərimiz. İstipolun sistemi burada yığılıbdır. Burada da bizim üçüncü yataq otağıdır. Və burada bizim sanitar və sanitär qovşağıdır. Dəyərli izləyicilərimiz, evimizin qiyməti 87.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.